AFFA klubları soyurmu? Növbəti AFFA-nın konfransı qutarandan sonra mətbuat konfransında AFFA-nın prezidenti Rövşən Nəcəfə məhz belə bir sual verildi ki, hər demək olar ki, turdan sonra İntizam Komitəsi klublara əməlli başlı böyük məbləğlərdə cərimə edir və bu cərimələr hər dəfə yığılanda çox böyük məbləğlərə çatır. Amma Rövşən Nəcəf də çox maraqlı bir cavab verdi ki, bu qərarı əslində İntizam Komitəsi verir və əgər klublar İntizam Komitəsinin qərarından narazıdırlarsa, onda AFFA-ya müraciət edə bilərlər. Və həmçinin də o pul, məbləğ söhbəti belədir ki, AFFA məhz klublara pul ayırır və klublar o pulu öz ciblərindən vermirlər. İndi bu məsələ çox ikibaşlı alınır da. Bir tərəfdən klublar öz narazılıqlarını bildirə bilərlər ki, bizi niyə hər turdan sonra cəzalandırırlar, amma cəzaların formalarına baxmalıdırlar. Bununla da yanaşı həmçinin bir məsələni qeyd edərdik ki, AFFA prezidenti hamını əmin etdi ki, gələn mövsümlərdə inşallah hər bir klub əgər stadionu varsa, doğma stadionu varsa, öz meydanında oynayacaq. Əgər bu problemdirsə, deməli klub Premyer Liqadan qıraqda qalacaq. Ancaq bu qərar nə vaxt qəbul olunacaq? İnşallah gözləyərik.